Bundan öncəki videoda Qurana görə orucu üç şeyin pozduğunu, hədislərə və məzhəblərə görə isə orucu xeyli sayda hökmlərin pozduğunu və din adı altında insanlara yükləndiyini göstərmişdim. Bu videoda isə bu fətvaların, bu hədislərin nəinki dini çətinləşdirdiyini və Qurandan kənar hökmləri insanlara din kimi yüklədiyini, hətta bu fətvaların, hədislərin öz aralarında belə ziddiyyətdə və ixtilafda olduqlarını göstərəcəm. Bunu yenə də Ramazan orucu üzərindən edəcəm. Çünki həm Ramazan ayındayıq, həm də hədislərin və məzhəblərin ixtilaf etdiyi bütün mövzuları bir videoda toplamaq çox çətindir. Çünki hədislər və məzhəblərlə dinini yaşayan din xadimləri demək olar ki, istənilən bir mövzuda çoxlu ixtilaflar və ziddiyyətli fikirlər ortaya qoyublar. Ona görə də mən yenə də Ramazan orucu üzərindən bu ixtilafları və bir-birinə zidd olan hökmləri göstərməyə çalışacağam. Niyə belə edirəm? Çünki adətən dinini hədislərlə və məzhəblərlə yaşayan din xadimləri iddia edirlər ki, biz yalnız Quran ilə dinimizi yaşasaq, çoxlu ixtilaflar, fərqli fikirlər və qarmaqarışıq hökmlər ortaya çıxa bilər. Amma hədislərə tabe olub dinimizi yaşasaq, bu ixtilafları çözə bilərik və dinimizi yaşaya bilərik. Amma mən bu videoda bu iddianın tutarsız, yanlış və əsası olmayan bir iddia olduğunu göstərməyə çalışacağam. Hədislərlə və məzhəblərlə dinini yaşayan din xadimlərinə sual verəndə ki, Quranda orucun hökmləri açıq-aşkar və bir neçə bəndlə ifadə olunub. Niyə görə Quranda olmayan və sayı hesabı bilinməyən oruc haqqında hökmləri biz icra etməliyik? Onlar cavab verirlər ki, biz Quranla yanaşı hədisləri də dində qanun qoyucu bir maddə kimi qəbul edirik və bu hökmlər hədislərdə gəlib deyə biz icra etməliyik. Mən hələ Peyğəmbərin dində hökm qoyub, qoya bilməmə səlahiyyətinin olub-olmadığı mövzusuna girmirəm və Qurandan Peyğəmbərin belə dində hökm qoyma səlahiyyətinin olmadığını görürəm. Amma bir anlıq bunu kənara qoyub, hədislərlə, məzhəblərlə gedən din xadimlərinin fikrini qəbul edib, deyirəm ki, tamam, baxaq görək Qurandan kənar Ramazana və oruca aid hökmlər hansılardır. Elə bunu dediyimiz an ciddi problem içinə düşürük. Çünki hər bir məzhəb öz hədislərinin doğru olduğunu, digər məzhəblərin hədislərinin yalan, uydurma olduğunu iddia edir. Və hər bir məzhəb özünə məxsus hədisləri önümüzə gətirib, qeyd edir ki, bu hədislərə inanmalısan və bu hədislərdə qeyd olunan Ramazan hökmlərinə tabe olmalısan. Və bizi elə ilk addımda ixtilafa salıb işimizi çətinləşdirirlər. Biz buna da göz yumub deyirik ki, tamamdır. Bir-bir başlayaq Ramazana aid hökmləri gözdən keçirək. Orucun ilk addımında belə ixtilaf ediblər. Misal üçün, niyyəti dil ilə demək olar, yoxsa yox. Bunda belə ixtilaf ediblər. Bir məzhəb deyir ki, dil ilə niyyət etmək haramdır, bidətdir, olmaz. Dəyərli qardaşlarım, niyyətin yeri qəlbdir. Onu dil ilə söyləmək olmaz. Haramdır, bidətdir. Digər məzhəb iddia edir ki, heç bir problem yoxdur, niyyəti dil ilə də edə bilərik. İnsan Ramazan ayı orucunu niyyət edən zaman biz bunu dildə bu cürdə qeyd edə bilərik ki, Allah rızası üçün Ramazan ayının orucunu tuturam, qürbətən ilallah. Bir adam bunların içindən çıxıb desəydi ki, qardaş, biz nəyi müzakirə edirik? Bu adicə bir niyyətdir. Misal üçün, mən durub qapını bağlamaq istəyirəm. Bunu dilimlə tələffüz etməyim, qəlbimdən keçirməyimin nə anlamı var? Mən bir işi görürəmsə, durub onu görəcəm. Bunu dil ilə demək olar, olmaz, ürəkdə keçirmək olar, bidətdir, haramdır, ixtilaflıdır. Yəni, bu nədir biz edirik? Qəribə insan da o. Elə bir ki, məsələn, yemək yeyir, gətirir qaşıqla, ağzına yaxınlaşdıranda dayanır. Deyir ki, mən çörək yeyirəm, sonra yeyir. Və ya məsələn, su içəndə gətirir stəkanı, ağzına aparanda, artıq yaxınlaşdıranda dayanır. Deyir, mən su içirəm. Olmaz, olmaz. Belə şey aydındır ki, sən su içirsən. Onu götürmürsən, niyə üçün? Su içmək üçün. Bədənə iynə vurmaq orucu pozurmu, yoxsa yox? Bir məzhəb pozur deyir, bir məzhəb pozmur deyir. Eyni bir məzhəbdə bir alim pozur deyir, bir alim pozmur deyir. Əgər bu iynələr vitamin tərkiblidirsə, bədəni gücləndirən tərkibdədirsə, bu zaman oruc pozulur.
Şafii məzhəbinə görə iynə istər qola vurulsun, istər ayağa vurulsun, istər damara vurulsun, istər əzələyə vurulsun, istər qidalandırıcı olsun, istər olmasın. Orucu pozmaz. Vitamin yaxud da bədəni gücləndirən iynələrdən olsa vurmaq olmaz. Əlbəttə Ayətullah Seyyid Əli Xameneinin nəzərinə əsasən. Amma Ayətullah Sistani buyururlar ki, bütün növ iynələr oruçdan şəxsə heç bir maneçiliyi yoxdur. Və yaxud da imalə etmək, yəni klizma etmək. Bu adamlar bu məsələdə belə fətvalar veriblər. Bir məzhəb deyir ki, orucu pozur. Bütün fəqihlərin nəzəri bundan ibarətdir ki, axıcı, yəni maye şeylə imalə eləmək orucu batil eləyir. Eyni məzhəbdə belə bir alim imalənin orucu pozmadığını qeyd edir, bir alim imalənin orucu pozduğunu qeyd edir. İmalə, yəni bu biz el arasında klizma deyirlər, orucu pozmur. Klizmada ixtilaf var. Allahu aləm doğru olan odur ki, o pozur. Çünki yuyur içərini. Buruna, gözə, qulağa damcılar tökmək bir məzhəbdə orucu pozur. Əgər burun deməli damcısı və spreydən istifadə etmək istəyirsə, boğaza getməsin. İnsan onu udarsa təbii ki, oruc batil olacaq. Eyni məzhəbin içində belə bu məsələnin də orucu pozub, pozmadığını deyən fərqli alimlər var. Burun üçün istifadə olunan damcılar orucu pozmaz. Hətta onun acısını insan birdən hiss etsə belə nədir? O orucu nədir? Pozmaz. Buruna tökülən damcılar orucu batil edir. Ona görə burun damcılarını saxlamaq lazımdır. Burada yenə bir irad gətirilə bilər ki, bunlar müasir hökmlərdir, bunlar haqda hədislər yoxdur və alimlərin bu haqda fikirləri müxtəlif ola bilər. İnanın ki, bu iddia belə yanlışdır və tutarsızdır. Çünki ixtilaflar müasir məsələlərdə olsaydı yenə anlaşılan olardı. Peyğəmbərin dövründə, yəni 7-ci əsrdə olan bir məsələlərdə belə ixtilaf ediblər. Hədislər olan məsələlərdə belə ixtilaf ediblər. Misal üçün bədəndən qan almaq, yəni hicama. Bir məzhəbdə hicamanın orucu pozduğunu qeyd edən hədislər var, digər məzhəbdə orucu pozmadığını qeyd edən hədislər var. Hicama eləyənin də, olunanın da orucu batildir, orucu pozulur. Qan almaq, məsələn hicamət kimi orucu batil eləmir. Burada bir irad gətirilə bilər ki, biz fərqli məzhəbləri ona görə fərqli hökmlər verməyimiz normaldır. Amma biz bu iddianın da doğru olmadığını, əsassız olduğunu görə bilərik. Eyni məzhəbdə olan alimlər eyni bir mövzu haqqında iki müxtəlif fikirlər ortaya qoyublar. İnsan oruçlu olduğu halda hicama elətdirə bilərmi? Qan aldıra bilərmi? Alimlərin bir toplumu deyir ki, qan aldırmaq orucu pozur. Buna dəlil varmı? Dəlil var. İkinci rəy odur ki, hicama etdirmək orucu pozmur. Bir toplum alim də bu rəydədir və onların da dəlilləri var. Halbuki içlərindən biri çıxıb desəydi ki, qardaş, biz nəyi müzakirə edirik? Quranda bu məsələ yoxdur. Peyğəmbər də Qurana zidd gedib özündən hökm qoymazdı. Bu bir. İkincisi isə bu məsələ nə yemək yeməyə aiddir, nə nəsə içməyə aiddir. Bədəndən qan çıxmağı orucu niyə pozsun ki? Bir adam qalxıb bunu desəydi, məncə iş bu qədər uzanmazdı. Amma görürük ki, bunu da deyən olmayıb və bunlar öz aralarında yenə də ixtilaf ediblər. Bəlkə də bunu deyənlər olub, bizi kimi irad bildirənlər olub. Amma biz İslam tarixinə baxanda görürük ki, istənilən bir mövzuda çoxluq nəyi iddia etsə, hamı ona tabe olmağa məcburdur və yaxud da məcbur edilib. Bir neçə adamın buna qarşı gətirdiyi iradlar, fərqli fikirlər daim belə deyək ki, kölgədə qalıb, pis halda isə bu adamlar susturulub, kitabları ləğv olunub, məhv olunub, özləri hətta həbsə atılıblar. Başqa bir misal, bildiyiniz kimi məzhəblərin tamamı iddia edirlər ki, orucu bilərək pozan adam 60 gün oruc cəzası, yəni kəffarə tutmalıdır. Bu kəffarə məsələsi də Quranda yoxdur. Məzhəblərin sonradan ortaya atdığı bir iddiadır. Hansı iddia ki, insanlar üçün orucu daha da çətinləşdirir və çıxılmaz hala gətirir. Kəffarə Quran-ı Kərimdə oruc kəffarəsi haqqında təbii ki, bir ayə yoxdur, rast gəlmək mümkün deyil. Bunu ona görə bəzi Quran bizə kifayətdir, Quran bizə yetər deyən bir cəryanlar var, Quranilər. Onlar inkar edirlər ki, Quranda oruc kəffarəsinin bəhs olunmur, ona görə biz bunu qəbul etmirik. Müasir olmayan Peyğəmbərin zamanında olan bu məsələdə belə məzhəblər ixtilaf ediblər. Bir məzhəbə görə oruclu insan yemək yesə və orucunu pozsa, bunun cəzası olaraq həm bir gün oruc tutmalıdır, həm də 60 gün əlavə oruc tutmalıdır. Bir gün oruc ye qəsdən.
Bilərəkdən sağlamsan, müsafir deyilsən və s. və ilaxir. Bir gün orucunu ye, 60 gün o bir günün cərməsini ödəməlisən. Bir gündə qəzası, elədi 61 gün. Həmin o 61 günündə 31 gününü fasiləsiz, ardıcıl tutmalısan. 2 günə elədi bu 120 gün, 3 günə elədi bu 180 gün. Bunun altından çıxmaq olar, qardaş? Digər məzhəb isə iddia edir ki, yeməklə deyil, yalnız cinsi əlaqədə olmaqla orucu pozarsa, əlavə 60 gün cəza orucu tutmalıdır. Oruz ikən cinsi əlaqəyə girən adam kəffarə olaraq 2 ay dalbadal oruç tutmalıdır. Çətin bunu edə bilsin. Çox çətindir bu. Burada da deyilə bilər ki, iki fərqli məzhəbin fərqli fətvaları ola bilər, problem deyil. Amma bu məsələdə də eyni məzhəbdə olan alimlər fərqli fikirlər də deyiblər. Misal üçün Sünnili təriqətinin 4 qolundan 3-ü olan Şafilər, Həmbəlilər, Malikilər qeyd edirlər ki, Ramazanda bilə-bilə öz orucunu cinsi əlaqə ilə pozan şəxs 60 gün cəza orucu, yəni kəffarə orucu tutmalıdır. Amma Sünnili təriqətinin Hənəfilik qolu qeyd edir ki, həm cinsi əlaqə ilə orucu pozarsa, həm də yeyib içməklə belə pozarsa, 60 gün kəffarə orucu tutmalıdır. İmam Azam Əbu Hənifə Həzrətləri yemək yeməyi ilə qəsdən oturub Ramazan günündə oruç tutub bu insan və Ramazana hörmətsizlik göstərir. O gün oturub qəsdən yemək yeyir, içir. Bu da qiyas olunmuşdur intim əlaqəsinə. Bu insan da 60 gün oruç tutmalıdır. Gördüyünüz kimi filan məsələ müasir məsələdir deyə ixtilaf etmişik. Deməkləri də tutarsız və yanlışdır. Peyğəmbərin zamanında olan məsələlərdə belə fərqli hədislər ortaya çıxartıblar, fərqli fətvalar ortaya çıxartıblar. Əzizlər, baxın, Quranda orucu 3 şey pozur. Amma baxın, məzhəblərdə orucu nələr pozur, nələr pozmur. Hansı məsələlər üstündə bu adamlar baş sındırıblar, fətva veriblər, cillərlə kitab yazıblar. Həm insanların dinini çətinləşdiriblər, həm dində olmayan hökmləri Allah adından insanlara bildiriblər. İxtilaflar təbii ki, yenə də bunlarla bitmir. Ramazana aid istənilən bir məsələdə ixtilaf ediblər. Ağla sığmaz məsələlərdə belə ixtilaf ediblər. Misal üçün, insan öz başını bir suya salsa, oruc pozularmı, yoxsa yox? Bir məzhəb deyir ki, pozulur, bir məzhəb deyir ki, pozulmur. Başı suyun altına salmaq. Hovuz, vanna belə yerlərdə birbaşa bir anda bütün başı suyun altına salmaq orucu batil elədir. Suya başvurarsa oruç pozulmaz. Doğrudur, bu suya başvurma meselesinde İmam Ebu Leysin Efendi Rahmetullah Aleyh deyir ki, oruç pozulmaz. Amma burada görüş fərqləri var. Bir insan imsak vaxtı, yəni səhər o başlanğıc vaxtı yemək yediyi an azanı eşidərsə, bu insan yeməyini dərhal bitirməlidir, yoxsa önündə olan tikəsini, qalıq yeməyini sona qədər yeyib bitirə bilər. Düşünün, bu nə olan məsələdir ki, bunda insanlar fətvalar veriblər. Fətva verməklə qalmayıb, bunda ixtilaf ediblər. Bir məzhəb azanı eşitsən belə, əlində olan tikəni sonuna qədər yeməkdə azadsan deyib. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizlərdən birinin əlində yemək varsa, hələ ağzında yox ha, azan verilirsə, ehtiyacın ödəyənə qədər onu yerə qoymasın. Əlindəkini yeyib qutarana qədər İnşallah ki, davam eləyə bilərsən. Digər məzhəb isə azanı eşidən kimi yeməyi bitirməlisən, hətta ağzında olan tikəni çölə çıxarmalısan. İmsakı azan verilənə qədər yemək olar. Azan ki verildi, insan hətta ağzında tikə qalmış olsa belə onu uda bilməz, bilərəkdən udsa kəffarə də gəlir. Çimib qusul almalı olan bir insan səhər imsaka qalxıb oruc tuta bilərmi, yoxsa yox? Bir məzhəbin iddialarına, fətvalarına görə bu insan birinci qusul alıb sonra oruca başlamalıdır. Məsələn, cənabət qusulunu almadan oruç tutarsa, bu halda həmən oruc düzgün sayılmaz, gərək qəzalarını tutsun. Digər məzhəb isə iddia edir ki, xeyr, bu insan imsak edib oruca başlaya bilər. Yəni belə şey yoxdur da, cünub halındasansa oruca girmək olmaz. Belə şey yoxdur yəni. Başa düşdün axı? Oruc tutmayan insanlara gündüz vaxtı, yəni oruc tutma saatları vaxtı yemək verməyin icazəli olub-olmamağı məsələsində də adamlar fətvalar veriblər, özlərini əziyyətə salıblar. Ramazan ayında üzürsüz səbəbdən oruc tutmayana yemək vermək olmaz. Ramazan ayında günorta vaxtı evə gələnlərə, yəni yemək verilmir, içmək verilmir. Bir adam oruc tutmaq istəmirsə və yaxud
bunun Allahın əmri olduğunu düşünmürsə, ümumiyyətcə insan inanclı deyilsə, hətta inanclı amma dinin əmrlərinə əməl etməyən bir insandırsa və yaxud bir insan xristiandır və yaxud başqa bir din nümayəndəsidir, bu adam oruç tutmadığı halda buna yemək verməyin nə problemi ola bilər ki? Ramazanla bağlı demək olar hər bir şeydə ixtilaf ediblər. Misal üçün, bir məzhəbin hər gün, yəni Ramazanın hər günü, hər gecəsi qıldığı təravih namazı. Bir məzhəbdə bu sünnədir, Peyğəmbərin hədislərində gəlib və bunu qılmaq lazımdır, qeyd olunur. Kim inanaraq və savabın Allahdan umaraq Ramazanın namazlarını qılarsa, yəni təravih namazını qılarsa, keçmiş günahları bağışlanır. Bu Allah Taala'nın əmr etdiyi bir şeydir. Peyğəmbər sallallahu əleyhi və səlləm mübarək bir sünnəsidir. Digər bir məzhəb ümumiyyətcə deyir ki, bu cür bir əməl yoxdur, hətta bunu etmək dində yenilikdir, bidətdir. Biz Şiə məzhəbindənik, Cəfəri fikrinə bağlıyıq. Cəfəri fikrinə əsasən təravih namazı yoxdur və Cəfəri fikrinə əsasən ümumiyyətlə müstəhəb namazları cəmaatla qılmaq olmaz. Təravih namazı olmayıb. Bu təravih namazı Ömərin bidətidir. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem bir daha onlara teravihi qıldırmadı vəfat eləyənə kimi. Abu Bakr Sıddiq da onlara qıldırmadı ta vəfat eləyənə kimi. Umar bin Xattab dedi ki, get bütün insanları topla. Və insanları topladı, necə ki əvvəl baş vermişdi. Allah Nəbisi sallallahu aleyhi ve sellemin həmin sünnəsini əhya etdi, yenidən qaytardı. Düşünün, bu insanlar hamısı eyni Peyğəmbərə, bir Peyğəmbərə tabi olduqlarını deyirlər. Biri deyir ki, bu cür namaz var, Peyğəmbər qılıb, ondan sonra da günümüzə qədər qılıblar, gəliblər, biz də qılmalıyıq. Bir başqası deyir ki, Peyğəmbərin hədislərində belə bir şey yoxdur, Peyğəmbər belə bir şey etməyib, hətta dində yenilikdir, bidətdir, yəni bir sözlə sonradan uydurulmuş bir şeydir, deyirlər. Hətta maraqlısı da odur ki, bu namazın olduğunu iddia edən məzhəb özü öz içində belə ixtilaflar edib. Bəzi alimlər qeyd edirlər ki, təravih namazı 20 neçə rəkətdir. Bəziləri deyir 11 rəkətdir, bəziləri deyir 8 rəkətdir. Allah Rasulundan birbaşa neçə rükət qılınacaq haqqında hədis rəvayət olunmamışdır. 11 rükət qılın. Ən yaxşısı budur. Ayşə anamız deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm nə Ramazanda, nə Ramazanın xaricində 11 rükətdən artıq namaz qılmayıb. Təravih namazı 20 rükətdir. Əvvəl 11 idi. 8 təravih, 3 vitr idi. Umar bin Xattab rəkətlərin sayını artırdı ki, kim hardan getmək istəyəndə gedə bilsin. İmam Malikə görə isə 20 və ya 36 rükət olduğu haqqında iki görüş vardır. Əlhamdülillah o qədər qəzalarımız var ki, təravihə ehtiyac yoxdur. Videonun əvvəlindən indiyənə qədər dostlarımızın fikirlərini dinləyib, öz fikirlərimi yarı ciddi, yarı zarafat şəkildə də olsa bildirməyə çalışdım. Son olaraq amma bir şeyi mütləq qeyd etmək istəyirəm ki, bu fətvalar bizə önəmsiz gələ bilər. Bu fətvalar günlük həyatımızı o qədər də çətinləşdirmir deyə bilərik. Bu fətvalar bizə öz atalarımızdan, babalarımızdan ötürülüb deyə bilərik. Amma işin ən ciddi tərəfi odur ki, Allah Qurandan başqa dini hökmləri qəbul etməyimizi qadağan edib və bunu Allaha şərik qoşmaq kimi bizlərə dönə-dönə bildirib. Bir inanclı üçün Allaha şərik qoşmaqdan daha problemli bir şey ola bilməz. Biz bu hökmlərə Peyğəmbəri sevdiyimizdən dolayı, onun hədisləri ilə bizə gəldiyindən dolayı tabe olub əməl edirik deməyiniz də doğru deyil. Çünki ilk olaraq bilməlidirlər ki, Peyğəmbərin öz qövmündən Quranda yalnız bir şikayət var. O da, ey Rəbbim, qövmüm bu Quranı tərk etdi sözüdür. Hədislərə tabe olmaq, Peyğəmbərə tabe olmaqdır anlamı yalnız məzhəblərin iddiasıdır. Amma bu iddia da özlərinin, öz kitablarına görə, öz düşüncələrinə görə yanlış bir iddiadır. Çünki hər bir məzhəbin öz Peyğəmbər modeli, öz Peyğəmbərinə aid fərqli hədisləri var və hər bir məzhəb də iddia edir ki, yalnız bizim hədislər Peyğəmbərin sözüdür. Belə olduğu halda biz hansı məzhəbə tabe olmaqla, hansı məzhəbin hədislərinə tabe olmaqla Peyğəmbərə tabe olmuş oluruq? Yəni, bu özü də göstərir ki, hədislərə tabe olmaq, Peyğəmbərə tabe olmaq anlamına gəlmir. İstəsək belə bu mümkün deyil. Bu hədislərin öz aralarında belə ciddi ixtilafda, ziddiyyətdə olduqları göz önündədir. Amma bu ixtilafları bilən din xadimləri özlərindən əmin şəkildə iddia edirlər ki, yalnız Quran ilə dinimizi yaşasaq, ciddi bir ixtilaflara düşə bilərik, fərqli fikirlər ortaya gələ bilər.
Hər dəfə olduğu kimi Qurandan bizə ünvanlanan sualı təkrar edin. Allahdan və onun ayələrindən sonra hansı hədisə inanırlar?